Hazırki model təllərinin əsasən dekabr ayının 23-nə qədər olan müddət ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində, mərkəzi Aran rayonlarında güclü qar yağması, qar örtünün əmələ gəlməsi ehtimalı çox zəif ehtimal, demək sıfıra yaxın bir ehtimaldır. Daha çox dekabr ayının 3-cü 10 gününün sonlarında hava şəraitində Bakıda kəskin bir soyuma ehtimalı var və qar yağması ehtimalı dekabr ayının 3-cü 10 gününün sonlarında və yanvar ayının 1-ci 10 günlük ərzində daha çox bu ehtimallar var. Çünki buna səbəb bildirdiyimiz kimi bir çox hidrometeoroloji amillər var ki, bu amillər imkan vermir ki, Bakıya və mərkəzi Aran rayonlarına dekabr ayının 13-ü, 14-ü və 15-də qar yağsın. Yəni bu amillərin mümbit şəraiti imkan vermir ki, Bakıya dekabr ayının 2-ci 10 günün ortalarında qar yağsın. Daha çox bu mümbit şəraitin dekabr ayının 3-cü 10 günün sonlarında gözlənilir. Avropanın İskandablek modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən, yaxın 24 saat ərzində Aralıq dənizinin şərqində, orta troposferdə, atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Bu da Aralıq dənizinin şərqindən və Qara dəniz arasından davamlı olaraq rütubətlər baxımlarının Qafqazın cənubuna daşınmasına səbəb olacaq. Yəni bu orta troposferdəki ekstratropik siklon sisteminin soyuq hava dalğalarının regionda bir-birinə qarışması və bu sistemin hərəkət istiqamətinin sağ qolunun rütubəti daimi olaraq Qafqazın cənubuna daşınması gözlənilir. Bu da dekabr ayının 9-u xüsusilə də günün ikinci yarısına doğru Qafqazın cənubunda hava şəraitinin daha da kəskinləşməsinə, yağıntıların leysan xarakterli, intensiv və güclü olmasına, dekabr ayının 9-una 10-dan keçən 10 gün ərzində, 10-u axşam saatlarına qədər olan müddət ərzində, 11-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda, mərkəzi Aran rayonlarında, Bakı, Abşeron, Sumqayıt ərazisində, şəhər mərkəzlərində intensiv xarakterli, leysan yağışların yağması gözlənilir. Bakıda isə bu yağıntılar dekabr ayının 10-da güclü, şiddətli, yer aramsız yağa bilər. Bu da bir sıra ərazilərdə su basma hadisələrinə səbəb ola bilər. Dəniz səviyyəsindən 1500 metrdən, 1800 metrdən yüksəkdə yerləşən Dağətəyə və Dağlıq rayonlarda qar yağması, qar örtünün əmələ gəlməsi gözlənilir. Lakin Bakı, Abşeron, Sumqayıt ərazisində bu müddət ərzində qar yağması ehtimalı çox zəif ehtimal olaraq qalır. Dekabr ayının 11-də də bu sistemin gördüyünüz kimi qarların ərazidə aktiv olması gözlənilir ki, bu da ərazidə leysan xarakterli yağışların dekabr ayının 11-i gündüz saatlarına qədər olan müddət ərzində Cənubi Qafqazda aktiv olmasına səbəb olacaq. Dekabr ayının 12-sində bu sistem bir qədər dağılmağa başlayacaq. Lakin dekabr ayının 12-si artıq axşama doğru və 13-sü günün birinci yarısında Qafqazın şimalından yenidən növbəti soyuq nüvəli ekstratropik siklon sistemin keçməsi gözlənilir ki, bu da Qafqazın şimalında hava şəraitinin kəskin dəyişməsi səbəb olacaq. Hazırda bu modelin təhlilləri onu göstərir ki, dekabr ayının 14-də gözlənilən ekstremal soyumanın Qafqazın cənubuna müdaxiləsi ehtimalı zəif ehtimaldır. Daha çox Qafqazın şimalından keçəcək və bu sistem Qafqazın şimalından Qazaxıstan arasına daxil olacaq.